Gelin gelirsin dua versin. Amin. Selamun aleyküm. Ya İnşallah. Selamun aleyküm. Rahmetullah. Fatiha. Etkine sıratı müstekim. Allah'ın amin. Allahu ekber. Allah rahmet eylesin. Allah rahmet eylesin. Şehrin yanına can hareket etsin. Amin. Amin. Selamünaleyküm. Selamünaleyküm. İnşallah. Sallallahu aleyhi ve sellem. Subhanallah. Hâlâ Fatiha. Allah'ın Allah'ın amin. Allah rahmet eylesin. Allahümme salli ala Muhammed ve ala ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. La yestevi ashabun nar ve ashabul cennet. Ashabul cennet humul faizun. Lev enzelna hadal Kur'an ala cebelin lerayten haşiyen muteseddiyen min haşyetillah. Ve tilkel emsalu nedribuha linnâsi leallehum yetefekkerûn. Vallahu lezî lâ ilâhe illâ hu âlimul gaybi ve şehâde huve'r-Rahmanur-Rahîm. Huvallahu lezî lâ ilâhe illâ hu el-Melikul Kuddûs selamul mu'minul muhayminul azizul cebbarul mütekebbir. Subhanallah yemmâ yüşrikûn. Huwallahul hâlikul bâri'l musavviru lehul esmâ'ul husnâ. Yusebbihu lehu mâ fissemâvâti vel ard ve huvel azîzul hakîm. Sadakallahul azîm. Subhane rabbike rabbil izzati amma yasifûn. Ve selâmun alel murselîn ve âlihim. Velhamdülillahi rabbil âlemîn. Amin. İlahi amin. Elhamdülillah. Elhamdülillah Rabbil alemin vel âgıbetu lil muttaqin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve tebibil kulubina ve şefî zunubina Ebu'l Kasım Muhammed sallallahu aleyhi ve sellem. Allahümme Rabbena ya Rabbena tegabbel minna inneke entes semî'ul alim ve tub ileyna ya Mevlana inneke entet tevvâbur rahîm ve ihdina ve vehfirna ilâ'l hakki ve tariqil müstakîm. Va'fu anna veğfir lana ve'fina tevâlana fansurna alel kavmil kâfirin. Allahümme navvir kulubena bi nurul Kur'an ve keffir enne seyyiatina bi izzetil Kur'an ve şmer dâna bi ayetil Kur'an ve sellim hiyyâna bi hürmetil Kur'an. Allahümme ekrimna bi kerametil Kur'an. Allahümme şerrifna bi şerafetil Kur'an. Allahümme zeyyine bi zinetil Kur'an. Allahümme elbisna bi khil'atil Kur'an. Allahümme edkhil cennete bi şefaatil Kur'an. Ve neccine neyrâne bi kerametil Kur'an, bi fediletil Kur'an, bi tilavetil Kur'an. Allahümme belgâ ma televnâhu hadiyeten muttesileten ila ruhu nebiyyina ve şefîna Muhammed el-Mustafa sallallahu aleyhi ve sellem. Ve ilâhe cemîl evliyâ vel evsiyâ ve şühede ve salih ve ilâhe vel mu'mine vel mu'minat vel müslimine vel müslimat el ehyâi minhum vel envâd la siyema husnul Allahümme inni eselke mevcubat rahmetike ve zâime mağfiretik ve selamete min kulli ismin vel ganimete min kulli birrin vel fevzi bil cenneti vel necati minen nar
Rahmallah menadilen. Fatiha. Elhamdülillahi Rabbil alemin. İyyâke na'budu ve iyyâke nestaîn. Sıratal müstakîm. Sıratal lezîne gayril mağdûbi aleyhim velezzâlin. Amin. Kul huvallahu ehad. Allahu samed. Ve lem yulad ve lem yulad. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah senden razı olsun Hürmet Hacı. Bugün güzel mekanda göyden nur akır, yerden nur, nur şahitler xiyabanındayıq. Allah Teala her birinizden razı olsun hürmetli cemaat. Her birinize Allah, hürmetli şehit ataları, əli şehit anaları, Allah Teala her bir qalan bağlarını salamat eləsin. Gözünüzdə çıraq olsun qalan bağlarınız. Bir xaşım var sizden həmişəki xaşdır, bu xaş elə olacaq sizin için. Bir dəqiqəlik tutularaq bütün şəhidlərimizin xatirəsini yad edək, sonra tədbirimizi davam etdirək. Çok sağ olun, teşekkür ederim. Allah bağlarını saxlasın, Allah sizden razı olsun. Hürmetli cemaat. Bugün Yasar balamızın anım günüdür. Yasar balamızın anım gününe yığışmışıq. Allah Teala onun yerini cennet eləsin. Allah bütün şəhidlərin yerini cennet eləsin. Bugün buradayıq. Şəhidlər xiyabanında Yasar balamızın etrafında. Ona göre de bugün Yasar'ın atası solundadır, anası sağındadır. Onun karşısında Şamaxı rayonunun çox hörmətli Axundi onun qarşısındadır. Onun qarşısında Şamaxı rayonunun hər birinizin ağsaqqalı olan qarşınızdadır. Şamaxı rayonunun bu işə baxan üzrə şöbə müdiri hörmətli Cəlal müəllim yanımızdadır. Quşçu kənd icra nümayəndəsinin sədri hörmətli Vüqar müəllim buradadır. Quşçu kənd bələdiyyəsinin sədri qardaşımın adı Həbib qardaş buradadır. Hamınız buradasınız. Allah hamınızdan razı olsun. Allah hamınıza gözəl günlər qismət eləsin bu bağlarımızın sayəsində. Hörmətli cemaat, bu günləri mənim şüvarımdır, mənim sözümdür, mənim deyəcəyimdir. Nə eləyirik, nə qayırırıq, hara gedirik, nə edirik, hamısı bu bağlarımızın sayəsindədir. Bunu hamı bilsin, bunu dünya bilsin. Dünya bilir. Ona görə də hörmətli Əfqan, mən onsuz da danışıram. Mən danışıram deyəcəm, atarsan bir neçə kəlmə cemaatın qarşısında təbrik elə cemaatı, təşəkkür elə. Sağ olsun, gələn ayaqları var olsun. Şəhidin sahib gələni Allah köməyi olsun. Allah bütün şəhidlərimizin yerini cənnət. Təşəkkür edirəm. Çox sağ olun, onsuz qadınlar, mən bilən quşlu cemaatla danışa olmaz, quşlu qadınlarla. Hər birinizə təşəkkür edirəm. Hörmətli cemaat, hörmətli bacılar, əziz qardaşlar. Nə qədər danışıram, ürəyim ona görə açılır ki, bu bağlarımızın sayəsində bizim belə bağlarımız varmış. Allaha çox şükür. Belə bağlarımız varmış, Allaha çox şükür. Hamımız bir-birimizin qarşısındayıq. Belə bağlarımız var imiş ki, bizim bu günləri Azərbaycan xalqı ayaqüstündədir. Azərbaycan xalqının başındadır. Hörmətli prezidentimiz Ali Baş Komandanı Əməliyyat sənədlərinin sayəsində. Hörmətli axımız çox tez edirik. Üç rəyli bayrağımız yatmasın aşağı yarabınları. Mehriban xanım Allah Teala işinə van diləsin. İlk söz şəhid atası Ceyhun müəllim buyur. Yollarını qoy. Çok sağ olun. Salam verin bütün iştirakçılarına, duadan yakından gelen kardeşlerimize, yolcularımıza, şahit atalarına, analardan, Afgan. Allah sabrı versinler. Aileten de evlat ikisi çok ağır bir ikisidir. Allah hiçbir valideyn evladına sınava çekmesin. Yani bizim balalarımız, Yasar balamızın timsalında bütün şəhid balalarımız bilirsiniz ki, bizim ərazi bütövlüyümüz uğrunda qanlarından keçirlər, düşünmədən o bütövlüyün içində biz də varıq, bizim balalarımız da var, ümumi xalq var. Bunları Afqan qardaşımızı tək qoymadıq. Onu tək qoymamaq elə bizi tək qoymamaqdır, bizə dəstək oldu. Allah hər birinizdən razı olsun, gələn evlarınız var olsun. Sağ olun. Balalarımızın xeyrini görəsin. Amin. Allah şəhidlərimizin ruhunu şad eləsin. Onlardan Allah milyon dəfə razı olsun ki, bizim ağzımızı, üzümüzü ağ elədilər, bayrağımızı
ucalarda dalgalandırdılar, göylərə qaldırdılar. Allah qazilərimizə şəfa versin. Gedib iştirak edən, müharibədə iştirak edən veteranlarımıza Allah can sağlığı versin. Hal-hazırda əsgərlərimiz bilirsiniz ki, səngərdədir, yağışda, qarda, soğuğunda, boranda. Allah onları qorusun, sağ-salamat evlərinə dönsünlər inşallah. İnşallah. Allah bizimlə bütün şəhid, ümumi Azərbaycan ölkəmizdə bütün şəhid ailələrinə Allah səbr versin. Bunların çox şəhidlərimizin iz dönümləri deyil, anın günləridir. Hər birinin Allah ruhu şad eləsin ailələrinə. Dərin baş sağlığı verirəm. Vətən sağ olsun, başımız sağ olsun. Onların yolu qarşısında baş əyirəm. Bir daha Allah səbir versin. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm dolğun düzgün halal çıxışınız üçün. Söz şəhid atası Rıza müəllim buyur. Allah şəhid balamıza rəhmət eləsin. Bilirsiniz 44 günlük müharibə şəhidlərindən biri də Suqovuşanın 12 şəhidindən biri də bizim şəhidimiz Yasər olur. Suqovuşan birinci alınan belə deyək ki, Vışqa postu idi, kameralı postu idi, 482 157, 531 157, 952-ci yüksəkliyi idi. Bu yüksəkliklərin alınmasında bizim uşaqlarımız şəhid oldu. Lakin aldılar. Və görünür ki, Talış kəndi alınandan bir gün sonra ayın 1-də, oktyabrın bizim şəhidimiz şəhid oldu bu müharibədə. Onlar şəhid oldular. Lakin bu gün Suqovuşan quruculuq işləri gedir Suqovuşanda. Azərbaycanın Qarabağında 27 yaşayış məntəqəsinə həyat qaydı. 50 mindən çox orada bizim Azərbaycanlılar yaşayır. 12 şəhərin baş planı hazırlanıb ki, gələcəkdə o şəhərlər bərpa olunacaq. 100 min, 200 min əhalinin yaşayacağı Ağdam şəhəri bərpa olunur və bu yaxınlarda ilk köç olacaq. Bax, bunların səbəbçəri bizim şəhərlərimiz idi, bizim qəhrəman ordumuz idi. Ona görə də mən hər dəfə deyirəm, bu gün də deyirəm, nə vaxt ömrüm var, o vaxt da deyəcəm. Bizim şəhərlərimiz heç vaxt unudulmayacaq. Çünki onların qanlarının töküldüyü həmin torpaq bizim indi gələcək nəsillərimizin yaşayacağı torpaq olacaqdır. Ona görə də şəhidimizə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və bilirəm ki, Qədirbilər xalqımız heç vaxt onların xatirəsini unutmayacaq. Həmişə qəlbimizdə yaşayacaqdır. Allah şəhidlərə rəhmət eləsin. Çox sağ olun Rıza müəllim. Təşəkkür edirəm. Şəhid atası. Sübhan müəllim buyur. Hər vaxtınız xeyir olsun. Abadın xeyir. Allah ən əsas şəhidlərimiz olan yerin cənnət eləsin. Amin. Onlar bizim qızın mənbəyimizdir. Şəhidlərimiz çox döyüşlər gördü. Azərbaycan torpağına 100 illəri zəfər gəlməyən torpağımıza zəfər gətirsinlər. Sakit olaq, kameraya düşür. Danışan adam çaçır. Başaqlar dururlar, sakit duracaq, durmayacaq, durmaz. Onlar xəstədə gəlsinlər. Dursun da Bu niyə? şəhidlər xiyabanında hamımız ziyarətə gəlirik. Hansı şəhidin tədbirisə o şəhiddən danışmalıyıq, bildiyimizdən, başardığımızdan. Şəhidlər xiyabanı bizim ziyarət yerimizdir, an yerimizdir. Cəmaat arası başqa ölkələrə ziyarətə gedir, amma qonşusu acından ölür, olmaz. Ən əsas şəhidlərimizdir, bizim anamızı, bazımızı qoruyan bu kişilərdir, veteranlardır, qazilərdir, dövlət başçımızdır. Bunu bilmək lazımdır ki, bizim bayrağımız orada daima dalğalanırsa, məhz bu şəhidlərimizin sayəsindədir. Şəhidlərimiz o vaxtı unudulsa, onda şəhidlər də ölür, şəhidlərin valideyni də ölür, ümumiyyətlə o xalq ölür. Bu torpaqdan ötürü yüzlərlə boyu şəhid olur. İndi bizim yaşımıza yoxdur, 92-dən özü bəri, aprel döyüşləri, bunları bilirik. Amma həmişə bu torpaqdan ötürü şəhidimiz olub, Allah hamısına yerini cənnət eləsin. Amin. Allah bu torpaqdan ötürü, bu vətəndən ötürü canını verən, işində də olsa, müharibədə döyüşməsə də, bu torpaq vəzifəni düzgün icra edənlərinə canı sağ eləsin. Çünki hərə bir cür döyüşür. Biri silahla döyüşür, biri işində müntəzəm düzgün iş apararaq döyüşür, biri elmi savadı cəmaata öyrədərək döyüşür. Ən əsası bu Dədəbabadan bir söz var, deyir, torpağı qorudunsa, əkib bezərməsə, qorumağına dəyməz. Əgər əkib bezərirsə, qorumadınsa, onda əkməyinə dəyməz. Bu torpağın ən əsas qoruyucuları bizim şəhidlərimiz, dövlətimizin ordusudur, dövlətimizin gücüdür. Allah ordumuzu var eləsin, Allah dövlətimizi var